Salam. Burada belə bir sual var. Hansı nümunədə fərqləndirilmiş hissə bir qrammatik şəkilçidir? A variantında göstərmişik ki, Quruçayda bir gündə qalsan, gecikərsən. Diqqət eləsək görəcək ki, burada san hissəsi fərqləndirilmiş hissədir. Qal sözün burada köküdür. Sözün köküdür. Sa fe'lin şərt şəklinin şəkilçisidir. En şəxs sonluğudur. Demək cavab A variantı ola bilməz. Bizə lazımdır ki, fərqləndirilmiş hissə bir qrammatik şəkilçi olsun. B variantda Şuşadan yenicə qayıtdıq. Burada da qayıtmaq sözün köküdür. D zaman şəkilçisidir. G də şəxs sonluğudur. Bildiyimiz kimi. Ona görə B variantı da ola bilməz. C variantında həmin yaylaq yaxşı dincələsi yeri. Buradan dinc sifətindən dincəlmək, A-səsi fe'li sifət şəkilçisidir. Fe'lin lazım şəklinin şəkilçisi ilə də amonim A-səsi şəkilçisidir. Demək, fərqləndirilmiş hissə bir qrammatik şəkilçidir. Bizim testimizin də şərti bu idi. Cavab olacaq C variantı. D variantı ilə E variantına da hər ehtimala qarşı baxaq. 100-dən sonra yazdıqlarımı qarışdırdım. Burada qarışmaq sözün köküdür. Qarışmaqdan qarışdırmaq. Burada dır bir leksik şəkilçidir. Yenə testin şərtini xatırladırıq ki, fərqləndirilmiş hissə bir qrammatik şəkilçi olmalıdır. E variantı ilə A variantının oxşarlığı çoxdur. Demək, bağa baxarsan bağ olar. Bağa baxsan bağ olar. Burada bax yenə də sözün köküdür. Sa qrammatik şəkilçidir. En də şəxs sonluğudur. Daha doğrusu fe'lin şərt şəklinin şəkilçisidir. En də şəxs sonluğudur. Ona görə bu fərqləndirilmiş hissə 2 qrammatik şəkilçidir. E variantı da ola bilməz.